Dostlar, xanımlar və cənablar, Sosial Tədqiqatlar Mərkəzinə xoş gəlmişsiniz və əlbəttə uzun müddət ki, bizim missiyamız həm də çox strateji məsələlərlə bağlı təqdimatlar həyata keçirməkdir. Bunun təkcə təqdimat hissəsi də deyil, arxa fonda, arxa planda mühüm olan dövlət konsepsiyasına müəyyən qatqılar verməkdir. Və belə bir möhtəşəm, eyni zamanda möhtərəm şəxslərlə dolu tədbirin təşkil olunmasının da əsas mahiyyəti Qərbi Azərbaycan məsələsi üzərindən yeni üfüqlər, pəncərələr açmaqdır. Şübhəsiz ki, bugün MİMTA fondunun layihəsi əsasında hazırlanan Qərbi Azərbaycan sənəd və mənbələrdə elektron kitabının təqdimat mərasimi keçirilir və belə bir mərasimin ərsəyə gəlməsində böyük insan amili, zəkası və uzun illərə də söykənən ciddi əziyyəti mövcuddur. Başlıca mühüm məqam ondan ibarətdir ki, Qərbi Azərbaycana qayıdış təkcə fikirlərdə, sözlərdə ola bilməz və şüarlarda ola bilməz. Vətən müharibəsinin nəticələrindən sonra təbii ki, Azərbaycan bu qalibiyyəti və qabiliyyəti ölkənin sonraki dönəminə tətbiq eləməlidir. İndi bizim gündəliyimiz müxtəlif tezislərlə zəngin olsa da, dəyişməyən qayda bilavasitə cənab prezidentin müəyyən elədiyi xəttdir. Bu, Qərbi Azərbaycana qayıdışdır. Ona görə də Qərbi Azərbaycana qayıdışı əsaslandırmaq, sənədlərlə, abidələrlə, konkret sübutlarla, faktlarla həyata keçirmək daha vacibdir. Və bunun üçün həm Əfqan müəllimin deməli, müəllifi olduğu Əzəli Yurt Qərbi Azərbaycan sənəd və mənbələrdə elektron kitabını ərsəyə gəlməsi, eyni zamanda bu kitabı çap edən, onu tamamən deməli, oxuculara, o ünvanlara çatdırmağı öz qarşısına məqsəd qoymuş, MİMTA fonduna da təşəkkürlər etmək istəyirik. Məsələnin bir də mahiyyəti bundan ibarətdir ki, dəyərli dostlar, mütləq şəkildə iki vacib nüansı bir-birindən əlaqələndirmək lazımdır. Birinci nüans ondan ibarətdir ki, Qərbi Azərbaycana qayıdış baş tutmalıdır. Bu, dəyişməyən bir amaldır. İkinci məsələ, nə cür qayıtmağı əsaslandırmaq daha önəmlidir. Və biz elə hesab edirik ki, bir neçə mühüm nüansa qısa şəkildə mən nəzər yetirim bu fikirlərlə əlaqədar. Belə bir yanaşma var. Ermənistanda da iddia edirlər ki, Cənubi Qafqaz hazırda Türkiyənin və Azərbaycanın nöqteyi nəzərindən yeni bir düzənə daxil olur. Əvvəla bu fikirləri mütləq şəkildə təksib eləmək lazımdır. Yeni düzən deyilən bir anlayış yoxdur, yeni bir mərhələ də yoxdur. Azərbaycan tarixi reallığı bərpa edir. Biz heç bir halda öz toplumumuza aid olmayan coğrafiyada daşı daş üstə qoymamışıq, ev tikməmişik, orada ocaq qalamamışıq və orada heç bir toplum kökləri olmayan coğrafiyada gedib babasının qəbirlərini də axtarmaz. Bu məsələlərdə yanaşmaları mütləq şəkildə dəyişməliyik. İkincisi, Qərbi Azərbaycana qayıdış eksistensial təhlükə kimi təqdim olunur. Son günlər bunu mətbuatda çox görürük. Bu, belə bir yanaşmanı da ciddi şəkildə rədd edir. Yəni, azından ona görə ki, Azərbaycanlı varlığı erməni insanının o coğrafiyadakı yaşamın əleyhinə deyil. Ən azından ona görə ki, Sovetlər dağılığına qədər Ermənistan əhalisi elə SSR prizmasından götürdükdə bizdən bir yerdə 3 milyon idi sayı. Hazırda 1 milyon 800 minə qədər düşübdür. Və bunu təkcə onunla əsaslandırmaq kifayət edirlər ki, özlərinin coğrafiyasında, öz şəraitlərində yaşamaq istəmirlər. Amma bunu Azərbaycan faktori ilə əlaqələndirmək çox absurddur. Üçüncü bir məsələ var ki, Azərbaycanlıların qayıdışı Ermənistanın Türk dövlətinə çevriləcək bir argumentlə çıxış edirlər. Unutmaq lazım deyil ki, bu Ermənistan onsuz da Türk dövlətidir və bundan qorxmaq lazım deyil. Çünki ondan qorxduqda o coğrafiyada daşınaq ideyaları meydana çıxır, anti-Azərbaycan şüarları, anti-Türk şüarları və bu coğrafiyada Türk amili bizim köklərimiz, bizim oradakı o yer altı tamamilə sərvətlərlə doludur. Söhbət o mənəvi sərvətlərdən gedir ki, keçmiş Azərbaycanlı amilinə bağlıdır. Bunlar hamısı bizim varlığımızı orada müəyyən şəkildə də təsdiq edir. Erməni Apostol Kilsəsinə kimin rəhbərlik etməsinə Bakı qərar verir kimi bir yanaşmanı da ortaya qoyublar. Bakının belə bir qərarlara ehtiyacı yoxdur. Baxın, bu sənədlər də göstərir ki, indiki vəziyyətdə də Bakının səsi bütövlükdə bütün səslərdən gür çıxır. O cümlədən Erməni Apostol Kilsəsinin
zənglərindən belə. Və unutmaq lazım deyil ki, Ağbənddə verilən azanın səsini Meğridə də, Qafanda da eşitmək mümkündür. Əgər biraz səs gücləndiricilər olsa, bunu Ordubadda da eşitmək olar. Və bir də maraqlı bir müqayisə gətirmək istəyirəm. Azərbaycan dövlət siyasəti multikulturalizmə əsaslanır və uzun illərdir dövlət bu siyasəti böyük bir uğurla da həyata keçiribdir. Azərbaycanda bir neçə bu xristiyan dininə məxsus olan sektaların, kilsələrinin olmasının hamınız şahidisiniz. Ermənistanda isə Apostol Qriqoryan kilsəsindən başqa kilsə tapmaq mümkün deyil. O tapılanlar da hansısa siyasi məqsədlərə görədir. Azərbaycan maraqları Ermənistan parlamentində təmsil olunacaq kimi bir yanaşmanın şahidi olaraq Ermənistandan yenə bəzi qüvvələrdən. Ümumiyyətlə, belə bir məsələ var, unutmaq lazım deyil. Ermənistanda mən elə hesab edirəm 15-20% hazırda təmiz Azərbaycanca danışan əhali var. Və Ermənistan indiki iqtidarı 2018-ci ildə hakimiyyətə gələndə bir çoxları burada xatırlayır ki, o mitinglərin dili nə idi, şüarları nə idi. Onu mən kobud və vulqar şəkildə ifadə eləmək istəmirəm. Amma həmin şəxslər indi bugün parlamentdə təmsil olunurlar və Azərbaycanlıların nəinki dili o parlamentdə var artıq. Əsas məsələ odur ki, Azərbaycanlıların özü həmin parlamentdə təmsil olunmalıdır. Daha vacib bir məsələ, Zəngəzur dəhlizinin taleyi ilə bağlı Azərbaycan və Türkiyə qərar verəcək. Ümumiyyətlə, bilirsiniz, qərarlar cənab prezident İlham Əliyevə məxsusdur və unutmaq lazım deyil ki, Zəngəzur dəhlizi anlayışı tripdən qat-qat böyükdür. Ən azından hər iki tərəfinə baxmaq lazımdır. Çünki bu bir Türk dəhlizidir. Lap böyük şəkildə bir okeandan digər okeana dünyanın ən böyük lojistikasını birləşdirir. Və bir Türk kommunikasiyasıdır. Başqa formada isə bunun adı Zəngəzur İttifaqıdır. Türk dövlətlərinin əsl adı ilə Zəngəzur İttifaqıdır. Çünki birliyin olduğu coğrafiyalar, birliyin məqsədini, taleyini, gələcəyini müəyyən eləmir. Əslində onun hədəfləri müəyyən edir. Bütün Türk ölkələrinin əsas hədəfi Zəngəzur dəhlizinin açılmasıdır. Və bunu unutmaq lazım deyil ki, o şəraitdə Qərbi Azərbaycan məsələsi üzərindən verilən mesajlar böyük bir elmi konseptual əsaslara da söykənməlidir. Bir sözlə İrəvan Qərbi Azərbaycana qayıdışı xəritələşdirir. Baxın, bu xəritə məsələsinə münasibət bildirərək çıxışımı burada yekunlaşdıracağım. Çünki önəmli bir məsələ uzun illərdir davam edir. Bizim sektor müdürümüz, əməkdaşımız, alimimiz Əfqan Vəliyev axırıncı dəfə, yəni son neçənci kitabdır ki, Qərbi Azərbaycana qayıdışla bağlı elmi əsaslarla, abidələrlə, faktlarla bunu əsaslandırır və orada bizim varlığımızın isbatını böyük kitablar şəklində ərsəyə gətirməkdədir. Və bir gün əgər həqiqətən Google Map özünün historik, yəni bu tarixi formasını hazırlamış olsa, Ermənistanın xəritəsindən nə olacaq? Bu çox maraqlıdır və ən vacib bir nüansı da unutmaq lazım deyil. Bir, bu günlərdə cənab prezident Qarabağa səfərində Ağdərənin baş planını təsdiqinlə bağlı məsələlər gündəmə gəldi, nəzərdən keçirdi. Elə qoy şüarımız da bu olsun ki, cənab prezident nəinki Ağdərəni, azad torpaqları baş planları ilə taclandırır. Eyni zamanda cənab prezident İrəvanın baş planını özünün siyasi məqsədlərində işləyir və bu tarixi yanaşmanı, tarixi cəhdi heç bir halda hansısa gözdən salma kampaniyası ilə ya ərazi iddialarından, Azərbaycan amili ilə Ermənistanda çoxdan yaradılmış ideoloji o xofla, qorxularla deməli nominallaşdırmaq mümkün deyil. Və bu bir tarixin ən əsası sifarişidir, eyni zamanda isə zərurətidir. Belə, dəyərli dostlar, məhz bu proseslər kontekstində baxmağınızı istədiyimiz üçün giriş nitqini etməli oldum və əlbəttə ki, bizim dəyərli qonaqlarımız var, bizim dəyərli dostlarımız var. Onlar bu möhtəşəm layihə ətrafında öz düşüncələrini açıqlayacaqlar. Yəni, elə hesab edirəm ki, Pərviz müəllimə söz verək, Milli İrsi Mədəni Tarixi Araşdırmaları Fondunun icraçı direktoru. Pərviz müəllim, öncə bir kəlmə çıxış verməmişdən qabaq da qeyd edeyim ki, Mümtaz Fondu Azərbaycanda bu dövrdə, müasir dönəmdə ən yüksək şəkildə maarifçilik fəaliyyətini həyata keçirən qurumdur. Gözəl kitabxanaları var. Onlar Azərbaycanın gəncliyi üçün, gələcəyi üçün inşa olunubdur. Hər birinizi də ora səsləyirəm ki, gedəsiniz, baxasınız. Bu maarifçi şəxslərin missiyaları ilə tanış olasınız. Sosial şəbəkələrdən də izləmək mümkündür. Yəni, bir Azərbaycanlı vətəndaş adına mən bunu sizə təşəkkür olaraq qeyd eləmək istədim. Buyurun, zəhmət olmasa. Salam, hər birinizi xoş gördük. Milli İrsi Mədəni Tarixi Araşdırmalar Fondu adından hər birinizi salamlayıram, təşəkkür edirəm, dəvətimizi qəbul edib
bizim bugünkü konferansda iştirak edirsiniz. MİMTA fondu artıq 21 ildir fəaliyyət göstərir və Qərbi Azərbaycan konsepsiyası biz 21 ildir nəşr etdiyimiz 2 jurnalda, Füzyatda və İşıqda təbliğ etmişik. Bundan sonra da edəcəyik. Çox xoş halımıza ki, əvvəllər 2 böyük dərdimiz var idi. Qarabağ və Qərbi Azərbaycan. 2020-ci ildən sonra bu reallıq oldu ki, biz itirilmiş torpaqlarımızın Qarabağ hissəsini azad elədik. Və bu bizə həm də ümid verdi ki, biz nə vaxtsa Qərbi Azərbaycana da qayıdacaq. Bugün Qərbi Azərbaycan yaddaşlarımızda yaşayır. Bugün Qərbi Azərbaycan kitablarda yaşayır. Mən burada Qərbi Azərbaycandan olan bütün ziyalılarımıza təşəkkür edirəm ki, onlar bu yaddaşı unutmağa qoymayıblar. Çünki onların o fədakarlığı, onların o bizim və bütün Azərbaycan xalqının qan yaddaşına aşıladıkları o tarixi həqiqətlər yaşayıb, yaşayacaqdır. Və keçən il 2025-ci ildə biz qeyri-hökumət təşkilatlarına, Dövlət Dəstəyi Agentliyinə müraciət etdik qrant üçün və Qərbi Azərbaycana qayıdış adı altında biz bir əzəli yurt layihəsi hazırladıq, təqdim etdik və qrant müsabiqəsində qalib olduq. Və sözsüz ki, ilk yada düşən bizim əziz dostumuz Əfqan müəllim vardı. Çünki o illərini bu işə sərf edibdi. Əfqan müəllimin bir neçə tarix araşdırması artıq var. Və müraciət etdiyi Əfqan müəllim çox gözəl bir kitab ərsəyə gətirdi və agentliklə də biz belə danışdıq ki, bu kitabı biz çap versiyasını hazırlamayaq, amma ingilis dilinə tərcümə edək və internet resurslarını elektron kitab şəklində yerləşdirək ki, bütün dünya Qərbi Azərbaycan yazanda, maraqlananda o var, resurslarımız çox şükür ki var və bir resursda daha əlavə olunmuş olsun. Və gözəl bir kitab ərsəyə gəldi. Əfqan müəllimə mən çox təşəkkür edirəm və Əfqan müəllimi təbrik edirəm. Və sonda Tarixi Yurda Qayıdış konferansını bizə Sosial Tədqiqatlar Mərkəzində, bizim Sosial Tədqiqatlar Mərkəzi bu layihəmizdə tərəfdaşımız olub. Tərəfdaş olaraq ona təşəkkür edirəm ki, belə bir gözəl konferansında təşkil olunmasında Zahid müəllim başda olmaqla onun bütün əməkdaşlarına təşəkkür edirəm. Gözəl bir konferans təşkil ediblər. Hər birinizin fikri bizim üçün dəyərlidir və bir daha təşəkkür edirəm ki, dəvətimizi qəbul edib tədbirdə iştirak edirsiniz. Çox sağ olun. Hər bir millətin özünü dərk etməsi üçün tarixini dərindən bilməsi çox önəmlidir. Mən son tədbirlərin demək olar ki, böyük əksəriyyətində bu fikri qeyd edirəm ki, biz deyirik tarix təkrarlanır. Tarix o zaman təkrarlanır ki, xalqlar onu unudurlar. Və onu unudanları da tarix hər zaman cəzalandırır. Və biz tarix boyu o xalqlardanıq ki, həmişə düşmənlərimizin gözü bizim torpaqlarımızda olubdur. Və biz davamlı olaraq işğala məruz qalmışıq. Davamlı olaraq ermənilər tərəfindən Azərbaycana qarşı müəyyən iddiaların qaldırıldığına şahid olmuşuq. Biz biraz əvvəlki dövrə baxanda Ermənistanın və onun havadarlarının əsas niyyəti o idi ki, yekunda bütün Azərbaycanı işğal etsinlər. Yəni, onlar vaxtında Qərbi Azərbaycanı aldılar, İrəvanı götürdülər, sonraki dövrdə Zəngəzur, Qarabağ. Amma Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu siyasət və cənab prezidentin o davam etdirdiyi qətiyyətli, prinsipal yanaşma nəticəsində bugün biz bu arzuları artıq arxada qoymuşuq və bugün biz torpaqlarımızı azad etmişik. Məni ən çox düşündürən odur ki, 30 il, 40 il sonra nə baş verəcək? Əlbəttə biz sülh istəyirik. Biz sülhün hər zaman bərqərar olmasını istəyirik. Çünki müharibə həm də itkilər deməkdir. Amma bir müddətdən sonra ola bilər ki, eyni hadisələrlə biz yenidən üz-üzə qalaq. Biz çox arzuluyuruq ki, bu baş verməsin. Ona görə də bugün bizim qarşımızda çox böyük imkanlar var, çox böyük fürsətlər var və bu fürsətlər ondan ibarətdir ki, biz artıq
öz həqiqətlərimizi dünyaya çatdıra bilirik. Xaricdə olanlar yəqin ki, bunu çox tez-tez hiss edərdilər. Xaricdə davamlı olaraq Qarabağın ermənilərə məxsus olması, bizim onlara qarşı soyqırım törətməmizlə bağlı əvvəllər çox məlumatlar yayılırdı. Amma torpaqlar işğaldan azad olunduqdan sonra Azərbaycanda Qərbi Azərbaycana qayıdışla bağlı güclü bir hərəkat başladıqdan sonra biz vəziyyətin biraz dəyişdiyini görürük. Yəni bugün həqiqətən də ümumi prosesə baxanda nə qədər dəyişikliklərin baş verdiyinin şahidiyik. 2014-cü ildə mən İtaliyada Azərbaycan multikulturalizmi ilə bağlı bir konferansda iştirak edirdim və orada İtaliyalı alimlərlə söhbət edirdik. O İtaliyalı alimin biri dedi ki, siz ora gəlməsiniz. Bu ərazilər ermənilərin ərazisidir. Mən biraz söhbət elədim, danışdıq və anladım ki, onun erməni dostları var. Davamlı olaraq bu təbliğatı ona aparırlar və o insan artıq bu qənaətdədir. Amma yenə də ona gəlirəm ki, artıq isə reallıq dəyişib. Dünya bunu qəbul edib ki, artıq Azərbaycan torpaqlarını azad edib və Qarabağ Azərbaycanın, indi biz bunu bütün hamısına deyə bilmərik, amma bugün bu reallıq artıq dünyada bərqərar olmaq üzrədir. Və bugün bizim qarşımızda duran ən mühüm vəzifələrdən biri də Qərbi Azərbaycana qayıdışın təmin olunmasıdır və bu istiqamətdə dövlətimiz tərəfindən böyük işlər görülür və bunu yalnız dövlət yox, eyni zamanda qeyri-hökumət təşkilatları, ayrı-ayrı alimlərimiz də deyə bilərik ki, uğurla icra edirlər. Bugün dünya belədir ki, biz çox müzakirə apara bilərik, konferanslar keçirə bilərik, amma ən önəmlisi kitabların ərsəyə gəlməsidir, filmlərin çəkilməsidir, sənədli əsərlərin, filmlərin çəkilərək dünya təqdim olunmasıdır və xüsusilə də xarici dillərdə bu işlərin aparılmasıdır. Son illər ermənilər bu sahədə minlərlə saxta əsərləri ərsəyə gətiriblər. Mən bir dəfə bir araşdırma aparırdım. Təkcə ərəb dilində ermənilər nə qədər əvvəlki dövrdə bu soyqırımla, saxta soyqırımla bağlı Türkiyəyə qarşı kitablar çap ediblər. Və o mənada bugün biz də bu cür kitabların çapına, ümumiyyətlə bu istiqamətdə prosesə öz töhfəmizi verməliyik və qeyd etdiyim kimi bunun da əsas yollarından biri odur ki, əsərlər yazılsın və ortaya qoyulsun. Çünki bilirsiniz ki, hətta Wikipediyada belə ermənilər müəyyən bir saxtalaşdırmalara gediblər və bugün də gedirlər. Mən bu məsələnin üzərində çox durmaq istəmirəm, amma Ermənistanın ümumi ideologiyasında siz diqqətlə baxsanız ciddi bir dəyişiklik yoxdur. Xarici siyasətində də yenə də bu yaxınlarda Avropa İttifaqı ilə onların imzaladığı sənəd bunu bir daha göstərdi ki, mahiyyətdə ciddi bir dəyişiklik yoxdur. Ona görə də biz daha çox çalışmalıyıq və daha çox bu cür əsərləri ərsəyə gətirməliyik və eyni zamanda düşünürəm ki, xarici müəlliflərin də iştirakı ilə müxtəlif kitabların yazılması çox önəmlidir. Nə üçün? Çünki bir sıra hallarda əsasən də bu belədir. Bizim müəlliflərin əsərlərini onlar bir sıra hallarda qəbul eləmək istəmirlər. Amma bura baxmayaraq biz işimizi davam etdirməliyik. Bizim əlimizdə faktlar var, sübutlar var. Bizim təxminən 500 qəbristanlığımızı, təxminən 400 məscidimizi ermənilər dağıdıblar. İndi Təpəbaşı olsun, İrəvanda digər bizim tarixi məhəllələrimiz olsun. Bunlar hamısı faktlardır və sübutlardır. Və o mənada mən birinci bizim müəllif Əfqan müəllimə təşəkkürümü bildirirəm. Əfqan müəllim artıq bu istiqamətdə bir neçə əsəri ərsəyə gətiribdir. Davamlı olaraq bu istiqamətdə əsərləri yazır, ərsəyə gətirir və deyə bilərəm ki, ümumiyyətlə Türk dünyasında ən çox bu məsələlərə həssas yaraşan ölkələrdən biri də bizik. Yəni ümumi, çünki bizim ki bu başımız ağrıdı, biz müharibəni gördük. Azərbaycanda bu sahədə görülən işlər həqiqətən çox təqdir olunandır və faktlar əsasında, adlar əsasında biz bu abidələrimizin, kilsələrimizin, məscidlərimizin saxtalaşdırıldığının sübut olunduğunu görürük və mən inanıram ki, müəllif bu fəaliyyətə davam edəcək. Biz söhbət etdik, yeni əsərlər
gəlməkdədir. Çünki bir daha qeyd edirəm, əsas əsərləri ortaya qoymaqdır. Və eyni zamanda mən MİMTA-ya təşəkkürümü bildirirəm. Biraz bundan əvvəl qeyd olundu. Çünki bilirsiniz, bugün biz çox qarışıq bir dövrdə yaşayırıq. Bugün müharibə beyin müharibəsidir, sosial media müharibəsidir. Çox ciddi proseslər gedir. Diqqətlə təhlil etsəniz görərsiniz ki, bizi hərb meydanında demək, üzərimizdə qələbə çala bilməyənlər bizi mənəvi baxımdan, gənclərimizi oğurlayaraq öz məqsədlərinə nail olmağa çalışırlar və söhbət beyinlərdən gedir. O mənada MİMTA bizim milli mənəvi dəyərlərimizlə bağlı, tariximizlə bağlı, o dövrlə bağlı, Xalq Cümhuriyyətindən əvvəlki dövrlə bağlı, ümumiyyətlə ziyanlarımızla bağlı yaxşı işlər görməkdədir və bizim bu işlərə böyük bir ehtiyacımız var. Çünki dəyərlər çox önəmlidir. Mən bütün çıxışlarımda bunun üzərində dururam ki, dövlətləri güclü edən onun dəyərləridir, onun mədəniyyətidir, ənənəsidir və dünyanın ən zəngin mədəniyyətə, ədəbiyyata, musiqiyə, tarix ölkələrindən də, tarixə malik ölkələrindən də biri bizik və bunun kifayət qədər sübutları var, faktlar var. Və eyni zamanda mən Sosial Tədqiqatlar Mərkəzinə də təşəkkürümü bildirirəm ki, biz davamlı olaraq bu zalda, bu konferansda müxtəlif tədbirlərin, yəni bizim mədəniyyətimizlə, tariximizlə bağlı tədbirlərin keçirildiyinin şahidik və biz də iştirak edirik və o mənada bu dəstək də önəmlidir. Mən bir daha bu kitabın ərsəyə gəlməsində rolu olan hər kəsə təşəkkürümü bildirirəm və uğurlar arzulayıram. Sağ olun. İlk başta onu demək istəyirəm ki, bizim Qərbi Azərbaycan məsələsi ətrafında fəaliyyətlərimiz ümumi olmalıdır və strateji xarakter daşımalıdır. Ona görə ki, dünyada 60 milyon civarında Azərbaycanlı yaşayır və heç də belə təsəvvür yaratmaq olmaz ki, bu yalnız bir qrup insanın və ya Qərbi Azərbaycandan 3 deportasiya dalğasında deportasiya olunmuş insanların məsələsidir. Qayıdış məsələsi, qayıdış hüquqlarının dünyada tarixi kifayət qədər dərindir. Hələ 13-cü əsrə qədər gedib çıxır. Azərbaycanda da qayıdış hüquqları ilə bağlı məsələlərin məşğul olan təşkilatlar həmişə olubdur. Nə zaman ki, deportasiyalar baş verib, bu qayıdış hüquqları ilə məşğul olan təşkilatlar və şəxslər olubdur. Hələ 20-ci əsrin əvvəllərində İrəvan Həmyerliləri təşkilatı var idi və bu təşkilat o dövrdə Qərbi Azərbaycandan deportasiya olunmuş insanların hüquqlarının müdafiəsi ilə məşğul olmağa çalışırdı və o vaxtki Cənubi Qafqazda olan diplomatik nümayəndəliklərə bu barədə məlumatları çatdırırdı, müəyyən fəaliyyətlər icra edirdi. 1987-91-ci illərdə 300 minə yaxın Azərbaycanlının indiki Ermənistan ərazisindən deportasiya olunmasından sonraki dövrdə də Azərbaycan Qaçqınlar Cəmiyyəti, Ağrı Dağ Cəmiyyəti və digər başqa bu cür təşkilatlar var idi. Onlar da Qərbi Azərbaycanına qayıdış hüquqlarının bərpası uğrunda müəyyən addımlar atıblar, çox böyük fəaliyyətlər göstəriblər. Lakin 2022-ci ildə artıq məsələyə burada qeyd olunduğu kimi yeni prizmadan, yeni çağırışlar əsasında baxmaq lazım oldu və möhtərəm cənab prezidentimizin Qərbi Azərbaycan icmasının binası ilə tanış olması və orada Qərbi Azərbaycan kökənli bir sıra ziyalılarla keçirdiyi görüş və həmin görüşdə səsləndirdiyi proqram xarakterli fikirlər bugün bizim dövlətimizin və ümumilikdə bütün Azərbaycanlıların, mən nəzərdə tuturam dünyanın bütün ölkələrində yaşayan Azərbaycanlıları, onların ümumi bir strateji hədəfinə, strateji məqsədinə çatıbdır. Bu baxımdan ölkəmizdə görülən işlər artıq göz önündədir, bir sıra işlər görülür. İlk başda qayıdış hüquqları ilə bağlı bu məsələ ətrafında beynəlxalq ictimai diqqətin cəlb edilməsi vacibdir və legitimliyin əldə edilməsi, hüquqi əsasların, bazanın möhkəmləndirilməsi və beynəlxalq hüquqa istinad. Beynəlxalq hüquqda qayıdış hüquqlarına istinad kifayət qədər zəngindir, çox saylı sənədlər var. Elə
beynəlxalq insan hüquqları bəyannaməsi, mülki və siyasi hüquqlar haqqında beynəlxalq pakt, qaçqınların hüquqları statusu haqqında beynəlxalq konvensiyalar və bir sıra bu kimi sənədlər Qərbi Azərbaycanlıların öz vətənlərinə dönmək hüquqlarının mövcud olduğunu açıq-aşkar dəstəkləyən siyasi sənədlərdir. Amma bununla bağlı ictimai diqqətin cəlb edilməsi istiqamətində bir çox işlər görülməli idi və məlumat üçün sizə xatırlatmaq istəyirəm ki, icmamız beynəlxalq ictimai diqqətin cəlb edilməsi üçün bu və ya digər məsələlərlə bağlı 330-a yaxın bəyanat səsləndirib son 3 ildə. Və bu bəyanatlar Qərbi Azərbaycan məsələsi ətrafında aparılan anti hərəkətlərə, fikirlərə qarşıdır. Eyni zamanda icmamızın hazırladığı Qərbi Azərbaycanla bağlı bir sıra sənədlər beynəlxalq təşkilatlar tərəfindən, o cümlədən BMT-nin aidiyyatı strukturları tərəfindən BMT-nin rəsmi dillərində yayılıbdır. Bu çox vacib bir məqamdır. Ona görə ki, bu 11 sənəd qəbul olunub və bu sənədlərin hər birisi bizim Qərbi Azərbaycana qayıdışımızla bağlı siyasi və hüquqi legitimliyin zənginləşdirilməsi məqsədlərinə xidmət edir. O cümlədən İslam Əməkdaşlıq Təşkilatı ilə əməkdaşlıq çərçivəsində bir sıra sənədlər qəbul olundu və bu sənədlərdə də o cümlədən Banjul görüşündə, zirvəsində, ondan sonra İstanbul zirvəsində və bütün bu tədbirlərdə və bütün səsləndirilən bu qəbul olunan qətnamələrdə Qərbi Azərbaycanlıların qayıdış hüquqlarını dəstəkləyirlər. Təkcə onu deyim ki, İstanbul konferansında İƏT-in keçirdiyi İstanbul Xarici İşlər Nazirlərinin konferansında dünyanın 40-dan çox ölkəsinin Xarici İşlər Naziri iştirak edirdi. 57 dövlətin nümayəndəsi iştirak edirdi və onların birlikdə yeşilliklə bu qərar ətrafında qətnamələrə səs verməsi bir daha bu məsələlər ətrafında beynəlxalq ictimai diqqətin artıq cəlb edilməsini və artdığını göstərir. Biz əsas burada qeyd olundu, bəli, hörmətli Ceyhun müəllim də qeyd elədi. İndi dünyada müharibələr, simmetrik müharibələr bilirsiniz getmir. İndi asimetrik, hibrid müharibələr dövrüdür. Və daha çox informasiya məkanında mübarizə aparmaq lazım gəlir. Öz həqiqətlərinizi dünyaya çatdırmaq vacib məsələlərdən biridir. Bu işdə cəmiyyətin müxtəlif təbəqələri, gənclər başda olmaqla müxtəlif alətlərdən, instrumentlərdən istifadə etməlidirlər. Ona görə ki, dünya bu instrumentlərlə işləyir. İndi bu instrumentlər sosial şəbəkələrdir, geniş internet məkanıdır, qlobal informasiya qaynaqlarıdır və s. Öz həqiqətlərinizi çatdırmaq üçün savaşda bir addım irəlidə olmalısınız. O baxımdan Qərbi Azərbaycan həqiqətlərinin tədqiq olunması, öyrənilməsi, onun ilk başda elə özümüzə çatdırılması və bizim bu məsələlərlə məşğul olan ekspertlərin, insanların tarixi sənədlərlə, hüquqi sənədlərlə, siyasi baxımdan da silahlandırılması kifayət qədər vacib olan məsələlərdən biridir. Mən hesab edirəm ki, MİMTA-nın təşkil elədiyi və qeyri-hökumət təşkilatlarına dəstək Dövlət Agentliyi tərəfindən maliyyələşdirilən və hörmətli Əfqan müəllimin fəaliyyəti nəticəsində ortaya çıxmış belə bir elektron kitab, tarixi qayıdış məsələsi yerində olan, vacib olan amillərdən biridir, növbəti addımlardan biridir. Və mən hesab edirəm ki, bu kitabın məzmunu ilə yaxşı tanış olmaq lazımdır və bu kitabın xarici dildə, xüsusən də ingilis dilində tərcümə olunması da çox vacib məsələ idi ki, bunu da qeyd olunduğu kimi yerinə yetiriblər. Mən hesab edirəm ki, bu istiqamətdə işlər davam etdirilməlidir. Beynəlxalq ekspertlər və beynəlxalq təşkilatlar bu məsələnin ətrafında bu və ya digər formatlarda cəlb olunmalıdırlar
və onların rəyləri də öyrənilməlidir, onların münasibəti ifadə olunmalıdır. Biz ona nail olmalıyıq ki, beynəlxalq təşkilatlar, eləcə də qurumlar, bunlar dövlət səviyyəsində olan təşkilatlar ola bilər, bunlar qeyri-hökumət təşkilatları səviyyəsində olan təşkilatlar ola bilərlər, ictimai təşkilatlar ola bilərlər. Bunların lazımdır ki, bu məsələ ətrafında da bəlli fikirləri ifadə olunsun. Yəni, onlar öz fikirlərini artıq ifadə etmiş olsunlar. Məsələyə münasibət bildirsinlər. Bu, önəmli bir məsələdir. O münasibətin necə olması hələlik bir o qədər də vacib deyil. Əlbəttə, bizim istədiyimiz odur ki, bu haqq yönündə olsun, bu beynəlxalq hüquq çərçivəsində olsun və Qərbi Azərbaycanlıların geriyə qayıdış hüquqları, dediyim kimi, beynəlxalq sənədlərlə dəstəklənir və bu bizim avantajımızdır. Amma bu həqiqətləri çatdırmaq istiqamətində də hələ gediləsi çox yolumuz var, çox işlər var. Mən sizə verirəm ki, hər bir Azərbaycanlı bu istiqamətdə çox işləməlidir öz üzərində və eyni zamanda da mümkün olan bütün vasitələrdən istifadə edərək yeri düşdükcə Qərbi Azərbaycan məsələsini də qaldırmalıdır. Hər birinizə məni bir daha bu tədbirə dəvət elədiyinizə görə və mənə qulaq asdığınıza görə təşəkkür edirəm. Çox sağ olun. Abbas Səyətin yəqin ki, hər birinizin əzbər bildiyi misralarında deyir ki, vətən əcdadımızın mətfənidir, vətən övladımızın məskənidir. Qərbi Azərbaycan bugün bizim övladımızın məskəni deyil və biz bayaqdan qayıdışdan bəhs edirik. Elə Əfqan müəllimin kitablarının bir çoxunda başlıqlarına qayıdış məsələsi, qayıdış problemi öz həllini tapır və ziyalıların, alimlərin və bütün burada yığışan təbii ki, dəyərli insanlarımızın əsas hədəflərindən, məqsədlərindən biri məhz bu qayıdışdır. Təbii ki, biz mədəni yolla, sülh yolu ilə qayıdışdan bəhs edirik. Çünki müharibə, Ceyhun müəllim də qeyd etdi, bir çox itkilər, qanlı hadisələr tövsiyə olunan deyil. Lakin bəzən də qaçınmaz olur. Və Qərbi Azərbaycan bizim məscidlərimizin, kəndlərimizin, eyni zamanda ailə xatirələrimizin yaşadığı bir məkandır. İrəvan, Zəngəzur, Dərələyəz, Vasar Keçər, Qarakilsə və digər adlar bizim tariximizin, milli keçmişimizin və bugünümüzün bir parçasıdır. Və millətin gücü təkcə onun silahlarında deyil, həm də tarixi yaddaşındadır. Və bu tarixi yaddaşı canlı tutan ziyalılarımızdan biri də Əfqan müəllimdir. Mən öz adımdan ona təşəkkür edirəm və həmçinin Mimta yayınlarına təşəkkür edirəm. Və Sosial Tədqiqatlar Mərkəzinə təşəkkür edirəm ki, biz hər zaman gələ bilməsək də ən azı izləyirik sizi, fəaliyyətinizi, bu mövzuları işıqlandırırsınız. Və kitabda Qərbi Azərbaycan haqqında ən yaxşı xronikalardan biri olaraq adlandıra bilərik. Biz də öz tədqiqatlarımızda bu mövzuya müraciət etdiyimiz zaman təbii ki, müxtəlif kitabları oxuyuruq, amma düşünürəm ki, hətta tələbələr üçün də, yuxarı sinif şagirdləri üçün də vacib ola biləcək kitablardandır. Çünki eramızdan əvvəlki dövrlərdən bu ərazilərdə Azərbaycan türklərinin yaşadığı məhz elmi faktlarla, sənədlərlə, dəlillərlə və sadəcə Azərbaycan araşdırıcılarının, alimlərinin əsərlərinə istinad deyil, elə erməni, yəni professorların əsərlərinə də istinadla sübut olunmağa çalışır. Və kitabda Qərbi Azərbaycanın xüsusilə də Çar Rusiyası dövründən etibarən erməniləşdirməsi siyasəti məsələsinə də diqqət yetirilir. Məsələn, faktlarla yenə də burada qeyd olunubdur. 1807 türk, 500 təxminən 67 isə erməni ailəsi var idi burada Çar Rusiyası dövründə və 1828-ci il 21 martda erməni vilayəti təsis olunduqdan sonra təbii ki, bugünkü Ermənistan Respublikasının da bir tarixi dayaqları o zamandan ortaya çıxmış oldu. Və deportasiya hadisələri də xüsusi olaraq xronoloji olaraq təqdim olunubdur.
Və bayaq dediyim faktlardan birini daha vurğulamaq istəyirəm. Ermənistan Respublikasının rəsmi ensiklopediyasına istinad edərək İrəvan şəhərinin təbii ki xanlığının yaranma tarixini bilirik, amma bu Ermənistan Respublikasının ensiklopediyasında da qeyd olunub ki, İrəvan 1504-cü ildə Şah İsmailin tapşırığı ilə vəziri Rəvan xan tərəfindən tikdirilibdir və Şah İsmail vəzirin gördüyü işi yüksək qiymətləndirərək şəhərə onun adını veribdir. Digər bir erməni tarixçisi Havanes Şah Xatunyanın da bir qeydi diqqətimi cəlb elədi. O deyir ki, 1390-cı ildən 1828-ci ilə qədər burada məhz Azərbaycanlı hakimlər hökmran olublar. Və bu kitab mənə təqdim olundu. Mən onu diqqətlə oxudum. Əfqan müəllimin bütün bu daha öncəki kitabları ilə elə mənim qarşımdadır, fəaliyyəti ilə tanışam. Oradakı bizim maddi, mədəni nümunələrimizi araşdırır. İndi siz toxunduğunuz fotolarla da daha çox təqdim etməyə çalışır. Və bizim də hər birimizin boynuna düşən təbii ki, ziyalı vəzifəmiz var. Mən özüm də gərək ki 2010-cu il idi, informasiya müharibəsindən də bəhs edirik. Hatəm Cabbarlı ilə birlikdə bir saytın hazırlamasında iştirak etmişdim. Daha sonra onun erməni dili kitabı dərsliyi var, bilirsiniz. Onun Azərbaycan dili üzrə redaktorlarındanam. Və xüsusilə də 2014-cü ildə gərək ki, Folklor İnstitutu tərəfindən bir konferans keçirildi. Soyqırımlar xalq yaddaşında. Və bura gəlirkən də düşündüm. Həmin konferansda mən məruzəçi olaraq iştirak etdim. Üzərindən xeyli müddət keçib. Həmin dövrdə mən öz anam da daxil olmaqla bir çox insanlardan faktlar toplamışdım. İndi o kitabda yer alır və indi həmin insanlar həyatda deyirlər. Təəssüf ki, yəni. Və qeyd etdiyiniz bütün bu işlər təbii ki, siyasətlə yanaşı, elmi faktlarla yanaşı, digər məsələlərə də diqqət yetirməyimiz çox vacibdir, gərəkli olduğunu düşünürəm. Və Əfqan müəllimə də, bütün tədbirin təşkilatçılarına da təşəkkür edirəm və uğurlar arzulayıram. Çox sağ olun, dinlədiyiniz üçün minnətdarım. Bu saat bizə lazım olan ən gözəl mənbələrdən biridir. İcazənizlə mən öz qeydlərimi sizin nəzərinizə çatdırım. Qərbi Azərbaycan tarixi Azərbaycan tarixşünaslığında həm mövzu aktuallığı, həm də metodoloji mürəkkəbliyi ilə seçilən tədqiqat sahələrindən biridir. Bu regionun tarixi uzun müddət genealoji yanaşmaların təsiri altında qalaraq ya fragmental şəkildə öyrənilmiş, ya da ümumiyyətlə elmi diskussiyalardan kənarda saxlanılmışdır. Halbuki Qərbi Azərbaycan yalnız coğrafi məkan deyil, Azərbaycan xalqının etnik formalaşması, siyasi tarixi və mədəni identifikasiyası baxımından mühüm tarixi reallıqdır. Tarixi sənədlər göstərir ki, Qərbi Azərbaycan ərazisi əsrlər boyu Azərbaycan xalqının qədim yaşayış məskənlərindən biri olmuşdur. Bu ərazidə mövcud olmuş inzibati vahidlər, yaşayış məntəqələri, dini və mədəni abidələr bölgənin sosial və mədəni həyatının inkişaf etmiş strukturunu əks etdirir. Bu faktların elmi əsaslarla tədqiqi Qərbi Azərbaycan tarixinin obyektiv şəkildə təqdim olunması baxımından xüsusi əhəmiyyət kəsb edir. Qərbi Azərbaycan məsələsi eyni zamanda milli mədəni yaddaşın qorunması kontekstində də strateji əhəmiyyət kəsb edir. 19-20-ci əsrlərdə bölgədə aparılan inzibati dəyişikliklər və demografik siyasətlər yerli Azərbaycanlı əhalinin hüquqlarının sistemli şəkildə məhdudlaşdırılmasına, maddi və mənəvi irsin sıradan çıxarılmasına səbəb olmuşdur. Çar Rusiyası dövründə həyata keçirilən inzibati islahatlar, Sovet dövründə isə köçürmə və deportasiya siyasəti bölgənin etnik strukturunda köklü dəyişikliklər yaratmışdır. Bu baxımdan Qərbi Azərbaycan məsələsinin yalnız coğrafi anlayış kimi deyil, tarixi, sosial və mədəni proseslərin nəticəsi kimi araşdırılması çox zəruridir.
Müasir tarixşünaslıq bu mövzuda faktların sadalanmasından daha çox onların səbəb, nəticə əlaqələrinin və struktur xüsusiyyətlərinin təhlilini tələb edir. Məhz bu elmi yanaşma tədqiqatçı Əfqan Vəliyevin Qərbi Azərbaycan sənəd və mənbələrdə adlı əsərində əsas metodoloji xətt kimi çıxış edir. Əfqan Vəliyevin əsərinin əsas üstünlüklərindən biri onun mənbəşünaslıq bazasının genişləndirilməsidir. Müəllif tədqiqat zamanı Azərbaycan Respublikası Dövlət Arxivinin fondlarını, Rusiya İmperiyası dövründə aid inzibati sənədləri, Sovet dövrü statistik materiallarını, eləcə də müxtəlif rəsmi hesabat və məlumatları paralel şəkildə təhlilə cəlb etmişdir. Bu yanaşma müəllifə hadisələri tək bir mənbə xətti üzrə deyil, çox şaxəli sənədli baza üzərində araşdırmaq imkanı vermişdir. Kitabın strukturunda sənədlərin xronoloji və tematik prinsip əsaslarında təqdim edilməsi xüsusi diqqət çəkir. Müəllif hadisələri ayrı-ayrı epizodlar kimi deyil, tarixi prosesin mərhələləri kimi təhlil edir. Bu yanaşma oxucuya Qərbi Azərbaycanda baş verən inzibati, demoqrafik və mədəni dəyişikliklərin ardıcıllığını və daxili məntiqini izləməyə imkan yaradır. Əsərdə Qərbi Azərbaycanın, xüsusilə İrəvan xanlığı ərazisinin tarixi Azərbaycan torpaqları olduğu sənədlərlə əsaslandırılır. Müəllif göstərir ki, 19-cu əsrdə Çar Rusiyasının bölgəni işğal etməsindən sonra aparılan inzibati islahatlar yalnız idarə etmə xarakteri daşımır. Eyni zamanda bölgənin etnik strukturunun dəyişilməsinə yönəlilir. Azərbaycanlıların kompakt yaşayış məskənlərinin dağıdılması və erməni əhalisinin sistemli şəkildə köçürülməsi bu siyasətin əsas tərkib hissələrindən biri olmuşdur. Tədqiqatçı Əfqan Vəliyev 1818-1920-ci illərdə baş verən hadisələri sənədlər əsasında xüsusilə təhlil edir. Azərbaycan İrəvan quberniyasında Göyçə, Zəngəzur və Naxçıvan bölgələrində Azərbaycanlı əhaliyə qarşı həyata keçirilən zorakılılıqlar və məcburi köçürmələr ayrı-ayrı faktlar kimi deyil, regionda etnik tarazlığın dəyişilməsinə yönəlmiş kompleks proses kimi təqdim olunur. Müəllif Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin qaçqınların müdafiəsi üçün gördüyü tədbirləri və sənədlərə əsaslanaraq dövlətin bu məsələyə reaksiyasını obyektiv şəkildə göstərir. Kitabda deportasiya siyasətinin davamlılığı məsələsi xüsusi yer tutur. Müəllif 1948-53-cü illərdə Ermənistandan 144 mindən artıq Azərbaycanlının köçürülməsini, 1987-91-ci illərdə isə 100 minlərlə insanın ata-baba yurdlarından məcburi şəkildə çıxarılmasını eyni siyasi xəttin müxtəlif mərhələləri kimi təhlil edir. Bu yanaşmada deportasiyaların təsadüfi deyil, uzun müddətli və planlı siyasətin nəticəsi olduğunu elmi əsaslarla ortaya qoyur. Tədqiqatçı Əfqan Vəliyevin tədqiqatlarında mədəni irsin məhv edilməsi məsələsi ayrıca və sistemli şəkildə araşdırılır. Məscidlərin, Alban məbədlərinin, qəbirstanlıqların, məktəblərin və digər mədəniyyət obyektlərinin dağıdılması müəllif tərəfindən yalnız fiziki məhv aktı kimi deyil, tarixi mədəni identifikasiyanın silinməsinə yönəlmiş siyasətin tərkib hissəsi kimi qiymətləndirir. Bu yanaşma əsərin elmi dəyərini daha da artırır. Əsərin mühüm cəhətlərindən biri də müəllifin statistik məlumatlara analitik kontekstdən təqdim etməsidir. Rəqəmlər yalnız məlumat xarakteri daşımır. Onlar demoqrafik dəyişikliklərin miqyasını və strukturunu açmaq üçün istifadə olunur. Bu isə kitabı sadəcə fakt toplusu deyil, analitik tədqiqat nümunəsinə çevirir. Nəticə etibarilə Əfqan Vəliyevin Qərbi Azərbaycan sənəd və mənbələrdə əsəri Qərbi Azərbaycanın tarixi, etnik və mədəni inkişafını sənədli əsaslarla araşdıran fundamental bir elmi əsər kimi təqdim edir. Kitab hadisələrin sadə təsviri ilə kifayətlənmir. Onların səbəb-nəticə əlaqələrini, struktur xüsusiyyətlərini və uzunmüddətli nəticələrini elmi metodlara təhlil edir. Bu əsər Qərbi Azərbaycan məsələsinin Azərbaycan tarixşünaslığında obyektiv və sənədli şəkildə öyrənilməsi üçün möhkəm metodoloji baza yaradır və gələcək tədqiqatlar üçün etibarlı istinad mənbəyi kimi çıxış edir.
Və çıxmışın sonunda demək istəyirəm və hesab edirəm ki, bu cür tədqiqatlar, tarixi yaddaşın qorunması, milli kimliyin elmi əsaslarla dərk edilməsi və gənc nəslin obyektiv biliklər əsasında formalaşdırılması baxımından xüsusi əhəmiyyət kəsb edir. Ona görə də mən müəllifə minnətdarlığımı bildirirəm və hamınıza diqqətlə qulaq asdığınıza görə yenə də öz minnətdarlığımı bildirirəm. Çox sağ olun. Təşəkkür edirəm, hörmətli Əziz müəllim. Əziz və dəyərli sədarət, tədbir iştirakçıları, hər birinizi minnətdarlıqla salamlayıram. Qərbi Azərbaycan bizim tarixi yurdumuzdur. Qərbi Azərbaycan Azərbaycanlılar üçün coğrafi məkan deyil, eyni zamanda ideoloji məkandır. Əcdadlarımızın, mədəniyyətimizin, milli kimliyimizin formalaşdığı bir məkandır və Azərbaycan tarixində, dünya tarixində mühüm mövqeyi, yeri olan bir məkandır. Sosial Tədqiqatlar Mərkəzinin keçirdiyi ictimai rəy sorğuları da göstərir ki, ölkə əhalisinin 94,2% Qərbi Azərbaycan məsələsi ilə maraqlanır və bu siyasəti, dövlətimizin apardığı bu siyasəti yaxından izləyir. Eyni zamanda Qərbi Azərbaycanlılarla keçirilən ictimai rəy sorğusunda Qərbi Azərbaycanlıların 98,8% Qərbi Azərbaycana qayıtmaq istədikləri arzusunu ifadə ediblər və yaş kateqoriyasına görə təhlildə, deskriptiv təhlil apardığımda şahid olduq ki, 18-25 və 25-35 yaş kateqoriyasında ki, bu kateqoriyadakı 18-25 yaş xüsusilə Qərbi Azərbaycandan olmasa da, onların 92,1%-i Qərbi Azərbaycana qayıtmaq istəyib. Bu onu deməkdir ki, Qərbi Azərbaycan insanların ocaqlarında, evlərində, mədəniyyətlərində, folklorunda, şuurunda yaşayır, nəsildən nəsilə ötürülür. Qərbi Azərbaycan məsələsi ilə bağlı Qərbi Azərbaycan icmasının fəaliyyətini Qərbi Azərbaycanlılarla yanaşı ölkə ictimaiyyəti 97,5%-lə yüksək qiymətləndirir və Qərbi Azərbaycan icmasının bu siyasəti aparılmasında çox uğurlu bir qurum olduğunu qeyd ediblər. Bu, eyni zamanda bizim qürurumuzdur, bizim dövlətimizin də uğurudur. Qərbi Azərbaycan icmasına Qalib müəllimin timsalında rəhbəri Əziz müəllimə və bütün Qərbi Azərbaycanlılara təşəkkür edirəm belə bir uğurlu fəaliyyəti həyata keçirdikləri üçün. Sosial Tədqiqatlar Mərkəzi də bildiyiniz kimi bu rəy sorğularda göstərir ki, Qərbi Azərbaycan bizim üçün Qarabağda olduğu kimi ümumilli məsələdir və bizim oraya qayıdışımız da sülhlə Cənab Prezidentin qeyd etdiyi kimi öz minik avtomobillərlə qayıtmağımız, öz dədə baba torpaqlarımızda yaşamağımız bizim hüquqi, mənəvi borcumuzdur, hüququmuzdur və bunu beynəlxalq hüquq da bunu təsdiq edir. Sosial Tədqiqatlar Mərkəzi tədbirlər planına uyğun olaraq Qərbi Azərbaycan istiqamətində bir çox layihələr icra keçirib, qurum olaraq çox saylı sənədlər, hesabatlar, kitablar ərsəyə gətirərək Qərbi Azərbaycan həqiqətlərinin Azərbaycan, eyni zamanda beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində töhfələr verməyə çalışıb. Mənim müəllifliyimdə Qərbi Azərbaycan maddi mədəni irsi ilə bağlı 3 cilddə kitab, 532 abidə hazırlanıb Azərbaycan ictimaiyyətinə eyni zamanda ingilis dilinə tərcümə olunub, müxtəlif platformalarda beynəlxalq ictimaiyyətə çatdırılmağa çalışılır. Dediyim kimi, bizim bugün həyata keçirdiyimiz və təqdimatını iştirak elədiyimiz Qərbi Azərbaycan və sənət mənbələrdə layihəsi bu MİNTA tərəfindən hazırlanan, onların mali dəstəyi ilə hazırlanan bir layihə olmasına baxmayaraq, bu eyni zamanda qayıdış istiqamətində Qərbi Azərbaycanla bağlı hüquqlarımızın, tarixi həqiqətlərimizin beynəlxalq ictimaiyyətə çatdırılması baxımından bu qəbulda olan tədqiqatları mən uğurlu hesab edirəm və bu istiqamətdə Qərbi Azərbaycan həqiqətlərinin qısa bir zamanda beynəlxalq ictimaiyyətə çatdırılmasında bu çox uğurlu layihələrə imza atan mən ziyalılarımıza təşəkkür edirəm və Cənab Prezidentin Akademiyanın 80 illiyindəki çıxışı da bir daha göstərdi ki, Qərbi Azərbaycan bizim əsas ziyalılarımızın əsas tədqiqat sahələrinin əsas mövzularından biri olmalıdır ki, biz oraya sülhlə
qayıda bilək və orada dədə babalarımızın sönmüş ocaqlarını yenidən alovlandıra bilək. Çünki o torpaqlar bizi gözləyir və bu istiqamətdə töhfə vermək üçün mən məhz belə bir layihədə iştirak etdim və qeyd edim ki, layihənin əsas məqsədi burada müəyyən tarixi dövrlərdəki saxtalaşdırmalar, mənimsəmələr, təhriflərlə bağlı elmi əsaslarla, mənbələrlə həqiqətləri aydınlaşdırmaq idi. Ən mühüm fraqmentləri sizə qeyd etmək istəyirəm. Bildiyiniz kimi, Qərbi Azərbaycanın tarixi dövrü, xüsusilə hansı tayfaların hansı dövrlərdə yaşadığını abidələrlə mən bunu göstərməyə çalışsam da, amma artıq mən Osmanlı mənbələrindən, Gürcüstan arxivlərindən ələ keçirdiyi mənbələr, eyni zamanda İran arxivlərindən və müfəssəl dəftər və Osmanlı arxivlərindəki xüsusilə Qərbi Azərbaycan ərazisinin Osmanlı dövrəki əraziyə hakim olduğu devr sənədlərini istinadən göstərməyə çalışdıq ki, Qərbi Azərbaycanın əsas əzəli sakinləri Hunlar, Kimmerlər, Zəngilər və onların əraziyə yerləşməsi, onların ərazidəki formalaşdırdığı struktur, eyni zamanda idarəçilik və onların o yaşayışını sübut edən məsələ sosiologiyası, həyat sosiologiyası, məişət sosiologiyası olan abidələr məhz onların orada yaşadığını sübut edən ən mühüm mənbədir. Biz bununla kifayətlənməyərək ərazidə tədqiqat aparan müxtəlif dövrdə Piotrovskidən, Jacques de Morgandan, Ivanovski, Chopinə qədər və Markova qədər aparılan bir çox tədqiqatlardakı, məsələ Markovun Göyçə göl ətrafında, Zelenievin, Maslinskinin Göyçə göl ətrafındakı tədqiqatlar və oradakı müşahidələrini biz qoymağa çalışdıq. Amerikalıların Göyçə gölündən bağlı 1879-cu ildə çəkib qoyduğu toponim xəritəsində istinad verməyə çalışdıq ki, ərazinin əsas sakinlərinin rolu burada beynəlxalq ictimaiyyət tərəfindən də görünsün və mövqeyi müəyyən olunsun. Mühüm məqamlar kimi qeyd etmək istəyirəm ki, İrəvan xanlığı xanlıq olmaqla yanaşı ərazinin tək legitim hüquqi dövləti olub və ordusu, öz strukturu, özünün idarəçiliyini formalaşdıran o devirdə də ətraf ölkələr və dövlətlər tərəfindən tanınan eyni zamanda bir dövlət olub, büdcəsi eyni zamanda idarəçilik formasını oxuduqda biz İrəvan xanlıqdan da ziyadə bir dövlət kimi o dövrdəki müxtəlif dövlətlərlə, ətrafdakı dövlətlərlə müqayisə aparanda İrəvan xanlığının dövlət kimi ərazidə dövlət kimi formalaşdırmanın şahidi oluruq və biz tədqiqatımızda xüsusilə bu məqamlara vurğuladıq. İrəvan xanlığı müstəqil dövlət olub və Qacarların tərkibində olmayıb. Oraya vergi ödəyərək müəyyən bir müddət vergilib. Daha sonra biz apardığı döyüşlərdə, mübarizələrdə və diplomatik missiyalarına qəbullarında və diplomatik missiyaların, oraya gedən səyyahların orada saatlarca karvansaralara gedib qalıb, saatlarca İrəvan xanının qəbuluna düşüb, orada hər hansı bir işi müraciətlər üçün gözlədiyindən biz şahid oluruq ki, xanlığın da ciddi dövlət bir nüfuzu olub və bunu Fransız mənbələri, İngiltərə mənbələri, Gürcüstan mənbələri, eyni zamanda Osmanlı müfəssəl mənbələrindəki sənədlər bunu təsdiq edir. Ən mühüm məqam ondan ibarətdir ki, Qərbi Azərbaycan xanlığı döyüşüb, bir çox müharibələrdə, kiçik müharibələrdə öz qüvvəsi ilə, öz gücü ilə ərazini müdafiə eləməyə çalışıblar. Onlar xanlıqlarda aparılan islahatların hər biri oradakı Azərbaycanlıların qalıcılığını qorumaq, o yurdu 1441-ci ildə bilirsiniz ki, Esməzdini Erməni Katolikosu mərkəzi elan edilər və ondan sonra Kilikiyadan, indiki Livan ərazisindən, İrandan, Suriyadan, Türkiyənin Malatya və Van, Ərciş
və dünyanın müxtəlif coğrafiyasından erməni kilsəsinin müraciətləri ilə oranı mərkəz elan edib ermənilərin ora köçürülməsi ilə bu proses başladı və xanlıq bu prosesdən sonra bu məsələnin bu ermənilərin ərazidə artıq formalaşdırma çalışdığını başa düşərək artıq özü müstəqil qərar verib, həm ordusunu gücləndirir, eyni zamanda öz strukturunu gücləndirib bu təhlükədən özlərini qorumaq üçün mübarizə aparıblar, müharibələr aparıblar və arxiv sənədlərini, mənbələri, döyüş səlnamələrini incələdiyinizdə görərsiniz ki, İrəvan qalasına sayısız hücumlara baxanda görürük ki, səlnamələrdən top mərmilərinin sayı hesabı olmayıb. O mərmilər altında insanlar, əskərlər qalanı tərk etməyiblər. Necə ki, Çar Rusiyası dövründəki Sevastopol qalası uğrunda aparan müharibələri görürük, şahid oluruq qala. O qalalardan da İrəvan qalası daha güclü müdafiə olunub, daha əzimli, daha qeyrətli müdafiə olunub. Demək olar ki, hər insan başına bir mərmi düşüb oraya, yəni atılan mərminin sayını hesablasaq, o qədər qalanı həftələrlə top mərmisinə, atəşinə tutulur. Yüzlərcə toplardan qalaya atəş açılıb və buna baxmayaraq xanlıq son damlasına qədər döyüşüb, Azərbaycanın oradakı dövlət bayrağının, İrəvan xanlığının bayrağının enməməsi üçün mübarizə aparıb. O dövrün tarixi hadisələri, siyasi hadisələri, orada xanlığın bir dövlət kimi formalaşması baxımından baxsaq, o xanlıq o dövrdə aparılan Çar Rusiyasının Qafqazlara və istidən üzrə açılma siyasətinin qurbanı olub və bu siyasətin davamı olaraq da ərazi işğal edildikdən sonra Azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti başladılıb və ərazi Erməni vilayətinin qurulmasını biz orada qeyd edirik. Biz xüsusilə İrəvan xanlıq dövründə deyil, eyni zamanda biz tayfalar dövründə Qərbi Azərbaycandakı mədəniyyəti, Türk mədəniyyətini, Azərbaycan mədəniyyətini göstərmişik. Elmin, mədrəsənin, təhsilin, ictimai həyatı, sosial həyatı tərənnüm etmişik. Bu çox əhəmiyyətli bir məqamdır ki, bizim oradakı yaşayışımızı tərənnüm edən bir mənzərədir. Biz bunu mənbələrdə deyil, eyni zamanda müxtəlif ərazilərdən tapılan dəyərli üzərində Azərbaycanlılara məxsus olan naxışlar, simvolları əks etdirən sənətlərlə, mənbələrlə, abidələrlə də bu əksini tapıb. Bilirsiniz ki, bir abidə bir millətin sosiologiyası, kimliyidir, pasportudur. Onların nəsildən nəsilə daşıyıcısıdır. Mənbələrlə, yazılı mənbələrlə sənətlərin birləşməsi kontekstində belə bir tədqiqat əsəri yaranıb ki, burada məqsədimiz tarixi həqiqətlər, siyasi, sosial, mədəni həyat, eyni zamanda deportasiya və deportasiya prosesinin siyasi, sosial və psixoloji, xüsusilə sosial və psixoloji əhəmiyyəti. Dünən mənə xarici İngiltərədən bir e-mail gəlib və e-maildə qeyd olunub ki, mənim Qərbi Azərbaycandan deportasiyanın siyasi, sosial və siyasi istiqamətləri mövzusunda bir beynəlxalq konferansda çıxışım olmuşdu. Yazıblar ki, hörmətli Əfqan müəllim, biz sizin bu məqalənizi gördük və bu Qərbi Azərbaycan həqiqətlərinin miqyasının şahidi olduq və istəyərdik ki, bu mövzuda bizimlə əməkdaşlıq edəsiniz. Doğrudan da bu məsələ hüquqi bir məsələ olduğu üçün və biz istiqamətimizi bu qaydada tarixdən günümüzə həm siyasi, həm ictimai, həm sosial, mədəni istiqamətlərdə sənətlərlə, abidələrlə, mənbələrlə verməyə davam edərsək və dünya bu qaydada da bizə cavab verəcək və diqqət çəkəcək. Burada deyək deportasiyalar və xüsusilə deportasiyalardan sonraki baş verən erməniləşdirmə, eyni zamanda maddi mədəni irs, struktur dəyişiklikləri, etnik dəyişikliklər, reformlarının mədəni, etnik kimliyimizə təsiri, o istiqamətlər xüsusilə milli təfəkkürümüzün oradan yox edilməsinə təsirləri sosioloji, tarixçi kimliyi ilə yox, eyni zamanda sosiolog kimliyi ilə diqqətə çatdırmağa çalışmışam və inanıram ki, bu gördüyümüz işlər mən Qərbi Azərbaycanlıyam, Basarkeçər rayonunun Sədanağac kəndində anadan olmuşam və mən bugün dəhşətə gəlirəm ki, mən Həndəvərində uşaq vaxtı fərqində olmadan gəzib dolaşdığım Alban abidələrinin bugün tarixini yazıram, onu əvvəlləşdirməyə çalışıram. Əlbəttə, mənim ən böyük borcum ötədə bu yurduma qayıtmaqdır. Əgər qayıdış olacaqsa, ilk qayıtmaq
istəyən insanlardan biri olacağam. Buna da söz verirəm. Hər birinizə təşəkkür edirəm. İnşallah Qərbi Azərbaycanda görüşərik.